Ürəyim sancan kimi, həkim dostum tutaraq dərhal mənim nəbzimi sayır. 1, 2, 90. Sən özünə baxmağa gör nə qədər soyuqsan. Yox dostum, belə olmaz. Dincəl, çox da işləmə. Bir sümüksən, bir dəri. Rahatlıq ver beyninə, at bu düşüncələri. Əyləşib nüsxə yazır. Bir də iç bu dərmanı, hər gün, xörəkdən əvvəl. Nahardan sonra dincəl. Daha nələr, ay nələr, uzun sicilləmələr. Sənə qurban ay həkim, bu qayda qanunlara dözə bilməz ürəyim. Dur demək olarmı heç hava ilə bərabər enib qalxan civiyə? Qəlbi salmaq olarmı balaca çərçivəyə? Ancaq sözün doğrudur. Sən haqlısan, dünyada bir insan ömrü qədər yaşamaq istəyənlər sözsüz gözləsin gərək bu qayda qanunları, əzbər bilsin onları. Ancaq insan xəyalı heç bir qanun qaydaya hələ səcdə qılmamış. Əbədiyyət naminə yaradan insanlara qanunlar yazılmamış. Sərhəd tanımır xəyal. O düşüb dəmdən dəmə istədiyi vaxt uçur, istədiyi aləmə. Əgər mən çırağımsa, şirin düşüncələrim işığımdır ay həkim. Məni göyə ucaldan, o xoş düşüncələrdən axı necə əl çəkim? Axı necə əl çəkim qəlbimə zinət verən dövlətimdən, varımdan, bu dünyada ən əziz vəfalı dostlarımdan. Onlar mənim ruhuma, qəlbimə qanad verir. Onlar mənə həyatım bəzəyinlə bərabər özəyini göstərir. Sənə qurban ay həkim, bu böyük dövlətimdən axı necə əl çəkim? Mən necə işləməyim? Axı vəcdə gəlirəm, mən ancaq çalışanda. Yaşayıb dincəlirəm, ürəyim duyğularla dolur, dolur günbəgün. Onu boşaltmaq üçün yazam, işləyəm gərək. Yazmasam, partlar ürək. Sən nəbzimə baxanda yeyin döyüntüləri sayma, sayma bir də gəl. Aman həkim, ən əvvəl qəlbin dilini öyrən. Sən o dili bilmədən nəbzimə əl basma gəl. Gör axı o nə deyir, dünyadan nə istəyir? İçimdə dərin-dərin vuran döyüntülərin sən bilsəydin dilini, deyərdin. Bax, beləcə qoy döyünsün o ürək. Ona dinclik nə gərək? Deyərdin. Səndə möhtəm aslan ürəyi vardır. Reseptin mübarizə, dərmanın arzulardır.